Salam. Bugünkü OTK sınağının izahına baxaq. Görək suallarda bizdən nə soruşulur. Birinci sualda deyir ki, ən çox növ müxtəlifliyinə malik olan aləmin nümayəndələrinin ilk dəfə quruya çıxdığı dövrdə. Biz də bilirik ki, ən çox növ müxtəlifliyinə malik olan heyvanlardır. Heyvanların da ilk dəfə quruya çıxdığı dövr olacaq. Buğumayaqlılar və mollyusklar çıxırdı da ilk dəfə quruya. Bu da olar, deməli, silurda. Ona görə silurda olanları seçərik biz burada. Silurda olanlardan da baxaq görək. İlk dəfə bitki toxumaları yaranmışdır. Xeyr, bu silura aid deyil. Pəncəüzgəcli balıqlar meydana çıxmışdır. Pəncəüzgəcli balıqlar devondadır. Bu da getdi. Toxumlu qıcılar yox olmuşdur. Xeyr, bu da ona aid deyil. Planların ot ağac formaları, bəli, bunlar silurda yaranmışdır. Sonra burada bizdən soruşulur. Bizə deyilir ki, 2-də Dolly qoyununun genləri somatik hüceyrənin götürüldüyü qoyunun genləri ilə oxşardır. Bəli, oxşardır. Bu düzgün cavabdır. Bunu saxlayaq hələ ki. Yaşı yumurta hüceyrənin götürüldüyü qoyunun yaşı ilə eynidir. Biz bilirdik ki, yumurta hüceyrənin nüvəsi çıxarılır. Digər qoyunun somatik hüceyrəsinin nüvəsini həmin o yumurta hüceyrənin içərisinə daxil edirlər. Ona görə bu olmaz. Genotipi yumurta hüceyrənin götürüldüyü qoyunun genotipi ilə eynidir. Bu da deyil, çünki somatik hüceyrənin nüvəsidir də bu. Ona görə somatik hüceyrənin nüvəsini hardan ki götürüblər, onunla eyni olar. Yaşı daşıyıcı ananın yaşı ilə eyni olmuşdur. Xeyr, genləri onu dünyaya gətirən orqanizmin genləri ilə yox, somatik hüceyrənin götürüldüyü qoyunun genləri ilə oxşar olur. Ona görə burada A variantı düzgün olar. 3-də deyir ki, insanda yastı sümüklə uzun borulu sümük arasında yaranır. Barmaq falanqaları arasındakı oynaqlar yox. Alt çənə gicgah oynağı, xeyr, bu da olmaz. Ənsə boyun fəqərəsi olmaz. Bud çanaq oynağı, bəli, yastı sümüklə uzun borulu sümük arasındadır. Mitozun sitokinez baş verdiyi fazasında nə baş verər deyir yəqin buradan bizə. Bölünmə vətərləri itirmir? Bəli, bölünmə vətərləri itir. Ekvatorial metafaza lövhəsi yox, metafazada yaranır. Nüvə pərdəsi itir profazada. Xromosomların qısalması tək xromatidli xromosomlar qütblərə çəkilir. Bunların heç biri sitogenez baş verən fazaya aid deyil. Dünya okeanında bitkilərin biyokütləsi digər canlıların biyokütləsindən azdır. Xeyr, əksinə çoxdur deyirdik. Canlılar bərabər sıxlıqda paylanmışdır. Canlılar bərabər sıxlıqda paylanmaz, çünki daha çox su üst səthdə paylanır. Hansı ki, burada günəş enerjisi çox olur, fotosintez prosesinin getməsi üçün əlverişli şərait olur. Yer kürəsində gedən fotosintezin 3-də 2 hissəsi burada baş verir, yox, 3-də 1 hissəsi olar. Ona görə bu da düzgün deyil. Üst qatlarda minerallaşma prosesi intensiv gedir. Üst qatlarda yox, alt qatlarda daha çox intensiv gedər. Günəş enerjisinin 0,4%-dən istifadə olunur. Bəli, bu düzgün cavabdır. Xaçlı hörümçək əqrəbdən fərqli olaraq malikdir. Tor vəzlərinə, bəli, elə tor vəzlərinə malikdir əqrəbdən fərqli olaraq. İti uclu neşlərə yox, traxeyalara yox, kitab şəkilli ağciyər, zəhər vəzləri hər ikisində var. Kitab şəkilli ağciyərdə bilirdik ki, hörümçək kimlərə məxsusdur. Traxeyalarda həm ağciyər, həm də traxeyalar var. Sonra geçdik 7-ci suala. 7-ci sualda deyir ki, bizə konjugasiya prosesində iştirak edən bitki sporogeranı göstərib burada bizə. X-dan Y-ın cəmini soruşur və yaranan sporların, xromosom dəstlərinin cəmi 4 eləyir. Biz də bilirik ki, bir dənə zigotdan 4 dənəsi yaranar. Onda xromosom dəsti 4 olar, düzdürmü? 40N X zigotdan yaranar. X buradan bərabər olarmı 10-a? Deməli, 10 dənə zigot var. Zigotun yerinə yazırıq 10. Bundan 4 dənə spor əmələ gəlsə, 3-ü məhv olacaq, 1-i qalacaq. Deməli, elə 10 dənə də nə olacaq? Fərd olacaq. 10, 10, 20 düzgün cavab A variantı olar. 8-də deyir ki, insanın onurğa beyninin hansı şöbələrinə simpatik sinirlər başlanğıc alır? Almır deyir daha doğrusu. Onurğa beynin döş, bir də bel şöbəsindən simpatik sinirlər başlanğıc alırdısa, onda belləri buradan çıxarıq, döşü də çıxarıq, yerdə qalar D variantı. Klinik tətbiq üçün ilk yararlı antibiotiki Fleming hansı göbələkdən almışdır? Penisilindən almışdır. Penisilin də burada C variantı, penisil göbələyi göstərilib. Burada A qovdur, bu tülkü qulağıdır, bu deməli mukordur, bu da maya göbələyidir. 10-cu sualda deyir ki, palıd bitkisi haqqında düzgün olmayan ifadəni müəyyən edin. Zoğunda yarpaqların sayı ayaların sayına bərabərdir. Bu düzdür.
Gövdəsində özək qatı bərk olur. Bəli, palıdın özəyi bərk olurdu. Külək vasitəsilə çarpaz tozlanır, bəli. Yarpaqları torvari damarlanmışdır. Bu da düzgün fikirdir. Gövdəsinin ən enli qatı törədici toxumadan təşkil olunmuşdur. Yox, ən enli qatı oduncaq qatı olar da. Oduncaq qatı da bilirik ki, ksilema borularından təşkil olunub və mexaniki toxumadan təşkil olunub. Sonra keçək növbətiyə. Bir dəqiqə. 11-ci sualda bizə deyilir ki, bir dəqiqə bunu düzəldim. 11-ci sualda bizə deyilir ki, Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Eyler-Venn diaqramında da bizə verib də dağ laləsi və kələmi. Baxaq, yumurtalığında birdən çox yumurtacıq olur. Bu fikirləşirəm ki, hər ikisinə aid olur. Ona görə biri buradan yazıram. Çiçəkləri qrup halında yerləşir. Bu kələmə aid olar. Sonra çiçək yanlığı eyni cür yarpaqcıqlardan bu bilirik ki, dağ laləsinə aiddir. Çiçəkləri tək-tək yerləşən də dağ laləsi olar. Sonra çiçəkləri iki qat çiçək yanlığına malikdir. Bu kələmə aiddir. Meyvəsi açılandır. Birində buynuz meyvədir, o birisində də qutucuq meyvədir. Bu da hər ikisinə aid olar. 3, 4, 1. 1, 3, 4, 2, 2, 5, 3, 1, 6 C variantı. 12-ci sualda deyilir ki, çiyin qurşağında olan sümüklərin sayı. Çöl göyərçində bilirik 6 dənədir. Cüt kürək, cüt qarğa, cüt körpücük. Ev itində də 2 dənədir. Yəni bir cüt elə kürək sümüyündən ibarətdir. A və plus B cəmi bərabərdir, yəni 8. Qurbağanın arxa ətraflarındakı barmaqların sayı 10 dənədir. Bu olmaz. Zolaqlı kərtənkələnin ön ətrafında bu da 10-dur. Zürafənin boyun fəqərəsi 7-dir. Qurbağanın onurğasında olan fəqərələrin sayı 9-dur, bu 7. Əksər quşlarda caynaqlı barmaqlarının sayına bəli 4 eləyəcək 8. 13-cü sualda deyir ki, şəkildəki canlının hüceyrələrində rast gəlinməyən hərəkət orqanoidinə malikdir. Biz bilirik ki, hidrada qamçı var. Hidrada yalancı ayaq var. Hidrada miofibril var. Olmayan kirpikçikdir. Kirpikçiklər də bilirik ki, infizor tərlikdə olar. E variantı. Sonra 14-cü sualda deyir ki, bizə badımcan çiçəklilərin gövdə və yarpaqları adətən vəzli tükcüklərlə örtülüdür. Bəli, bu düzgün fikirdir. Çiçək yanlığının bütün struktur elementləri bitişikdir. Demək olar ki, bəli, bitişikdir. Elə hamısı bitişikdir. Ən iri ləçəkləri yelkən adlanır. Bu paxlallara aiddir. Yumurtalıqlarında adətən bir yumurtacıq olur. Biz badımcan çiçəkləri deyirdik ki, qutucuq və gilə meyvədir. Ona görə bu da olmaz. Öz-özünə tozlanan nümayəndələri yoxdur. Xeyr, var. Pomidor, kartof öz-özünə tozlanır. Əksər nümayəndələri ot və ya kol şəkillidir. Bu düzgün olar. 1, 2, 6 E variantı düzgün cavab olar. Yetkin insanda yalnız öz diş qrupu ilə qonşu olan dişlərin maksimal sayını müəyyən edin. Yalnız öz diş qrupu ilə qonşu olan dişlərin maksimal sayını müəyyən edin. Burada öz diş qrupu ilə qonşu olan dişlər yuxarıda və aşağıda 2 kəsici olar 4. Ağıl dişlərindən ortadakı ağıl dişini götürsək, o da olar 4. Ağıl dişi deyirəm, böyük azı dişini deyirəm. Böyük azı dişindən götürsək 4 dənə, bir də ağıl dişini götürsək 4 dənə. Burada 12 cavabını fikirləşirəm ki, düzgün olar. Yenə də ola bilsin ki, 8 də ola bilər, əgər məsəl üçün əgər ağıl dişləri çıxmayıbsa. Amma yetkin insan dediyinə görə bəli elə 12 cavabı düzgün olar. Sonra 16-cı sualda deyilir ki, 33,5 yaşı yenicə tamam olmuş qadının 2 müxtəlif yaşlı uşağı vardır. Bu qadın orqanizmində maksimum neçə yumurta hüceyrə yetişmişdir? Deməli, bu qadının 2 müxtəlif yaşlı uşağı varsa, deməli 2 dənə hamiləlik keçirdi. Biz də bilirik ki, hamiləlik 9 ay müddətində baş verir. 9 ay müddətində 2 müxtəlif yaşlıdırsa, deməli 18 ay hamiləlik keçirib. 18 ayda bilirik ki, 1,5 il eləyir, düzdürmü? Ona görə 33,5 yaşı varsa əgər maksimum bizə deyirsə, onda bunu biz 10 yaşdan aybaşı elə bil olurmuş kimi götürsək, buradan 10 yaşı çıxsaq, qalar 23,5. 23,5-dən 1,5 ili də çıxsaq, qalar bu qadının 22 ili. 22 ili də vursaq biz 13-ə, çünki bir ildə bilirik ki, 13 dənə yumurta hüceyrə yetişir də maksimum. 22 ili də 13-ə vursaq, bir dəqiqə burada onu vurum.
23. Bir dəqiqə. Bıraq 13. Bu da eləyər 286D variantı. Sonra 17-ci sualda deyilir ki, adi zəncir otunun sayının azalmasına səbəb olan amillərdən növdaxili mübarizəyə aid olanını seçin. Toxumları ilə bir çox quşlar qidalanır. Bu növlər arası olar. Adi zəncir otunun daha hündür formaları digərinə mane olar. Elə bu növdaxil olar. Çünki adi zəncir otu arasında gedir. Adi zəncir otu xəstəlik törədən mikroorqanizmlərdir. Bu da növlər arasıdır. Toxumları səhra və qayalarda məhv olur. Bu əlverişsiz mühit olar. Adi zəncir otu ilə ot yeyən heyvanlar qidalanır. Bu da növlər arası olar. 18-ci sualda deyir ki, insan böyrəklərində ilk sidik və son sidik əmələ gəlir. İlk sidik bilirik ki, qədəhə bənzər kapsulda, son sidik isə qıvrım kanalcıqlarda əmələ gəlirdi. Elə düzgün cavabımız A variantı olar. Sonra növbəti suala baxsaq. Növbəti sualda bizə deyir ki, insanın gözünün quzeyli qişası, bunu bir dəqiqə hazırlayıb. İnsanın gözünün quzeyli qişası ağlı qişanın öndən davamıdır. Biz də bilirik ki, ağlı qişanın öndən davamı quzeyli yox, buynuz qişadır. Ona görə A variantı olmaz. Albinizm xəstələrində qırmızımtıl rəngdə olur. Bəli, albinizmdə qırmızımtıl rəngdə olur. Damarlı qişanın altında yerləşmir. Damarlı qişanın öndən davamıdır. Billuru hər tərəfdən əhatə edir. Xeyr, gözün köməkçi aparatına aiddir. Xeyr. ATF heyvan hüceyrəsinin hansı orqanoidində sintez olunur? ATF bilirik ki, mitoxondrdə sintez olunur. Ona görə düzgün cavabımız C variantı olar. Kalmar haqqında doğru ifadəni müəyyən edin. Bentos orqanizmdir. Xeyr, niktonlara aid olar. Qanında hemosiyanin zülalı vardır. Bəli, qanında hemoqlobin yox. Onlarda deyirdik ki, hemosiyanin zülalı vardır. Hansı ki, qana göyümtül rəngdə verir. Tərkibində də mis elementi var, mis atomları var. Bədəni gövdə və ayaqdan ibarətdir. Bu düz deyil. 2 taylı çanağı yoxdur. Hermafrodit yox, ayrı cinsiyyətlidir. Sonra 22-də deyir ki, genotipləri və fenotipləri verilibdir. 2 valideyn fərdin və bizdən istəyir ki, bu ailədə valideyn genotiplərinə malik uşaqların doğulma ehtimalı. Qaragözlü sağaxay diheterozigotdur. Deməli, diheterozigotdursa, hər ikisini diheterozigot formada yazıram. Digəri homozigotdur. Biz bilirik, mavi göz resesivdir. Ona görə A olar burada. Solaxaylıq da resesiv olduğuna görə buradan BB yazarıq. Yine burada kiçik bir pennet qursaq. Böyük A, böyük B, böyük A, balaca B, böyük B, balaca B qursaq. Hər birinin birləşməsi nəticəsində buradan deməli yaranacaq yenə böyük A, böyük B, balaca B, böyük A, balaca B'lər. Burada balaca, burada da hər ikisi balaca A, B'lər. Deməli, bizdən nə istəyir? Bizə deyir ki, valideyn genotiplərinə malik uşaqların doğulma ehtimalı. Baxırıq ki, deməli, valideyn genotiplərinə malik uşaqlar bir belədir, bir də belədir. Doğulma ehtimalı 4-dən 1-dir, 4-dən 2, 50% olar. Burada düzgün cavabımız B variantı olar. Sonra burada bizə deyir ki, 23-də. 23-də deyir ki, insanın təkamül sxeminə əsasən doğru ifadələri müəyyən edin. X verib, biz bilirik ki, X parapitekdir. Parapiteklər. Y burada diroptek, Y də burada avstraliopitek olar. Sonra bacarıqlı insan deyir, X 3 şaxəyə başlanğıc veriblər. Bəli, bu düzgün fikirdir. Parapiteklər 3 şaxəyə başlanğıc veriblər. Sonra Y çanağının geniş olması sayəsində dik gəzə biliblər. Bəli, avstraliopiteklər çanağının geniş olması nəticəsində dik gəzə biliblər. X neogen dövründə meydana çıxmışdır. Xeyr, Y-in baş beyinlərinin həcmi müasir insana bənzər meymunlara nisbətən daha kiçik yox, daha böyük olmuşdur. Sonra 5-də deyir ki, X hibbon və şimpanzələrə başlanğıc vermişdir. Xeyr, bu da düz fikir deyil. Y-in arxa ətrafları daha yaxşı inkişaf etmişdir. Y-in arxa ətrafları daha yaxşı inkişaf etmişdir. Bəli, Y-in arxa ətrafları daha yaxşı inkişaf etmişdir. Düzgün cavabımız ona görə olar 1, 2 və 6. 1, 2 və 6 burada düzgün cavab olar. 24-cü sualda deyir ki, canlı
Kərtənkələni verib bizə. Ürək kameralarının sayı 3-dür. Bədəndə dövr edən qan növlərinin sayı da 3-dür. Göz qapaqlarının sayı ümumi 6-dır. Bizə deyir ki, bunların cəmini hesablayın. Bunların ümumilikdə cəmi 12 edər. İnsan hüceyrələrində xromosom sayının artması ardıcıllığını bizə deyir. Biz bilirik ki, qaraciyər hüceyrəsi çox nüvəlidir. Ona görə artması ardıcıllığını deyir. Yəni azdan çoxa doğru dediyinə görə birinci yetkin eritrositi yazarıq. Sonra sonra yazarıq spermatozoidi 2, sonra ağ qan hüceyrəsini yazarıq 1. Daha sonra Down sindromlu insanın saya əzələ hüceyrəsini yazarıqmı? 4. Çünki bunlarda bir xromosom bizdən artıqdır. Və ən çox olan qaraciyər hüceyrəsini yazarıq. Çünki qaraciyərdə çox nüvəli olduğuna görə xromosom sayı orada daha çox olar. Ona görə burada düzgün cavab 5, 2, 1, 4, 3 kimi fikirləşirəm. 26-da deyir ki, polipeptidləri müəyyən edin. Tireozin bilirik ki, amin turşudur, tripsin zülaldır, lizosim zülaldır. Selülaza da sonu aza ilə bitdiyinə görə bu da zülaldır. 2, 3, 4 düzgün cavabımız olar. Növbətiyə baxsaq, növbətidə görək bizdən nə istəyir. Bir dəqiqə, görüm hara getdi. Aha, burada. 27-ci sualda deyilir ki, bizə, bir dəqiqə bunu düzəldim. 27-ci sualda bizə deyilir ki, uyğunluğu müəyyən edin. İnkişafları deyir düzünədir. İnkişafları düzünədirsə, onda baxıram. Buradan mən ağac qurbağasını çıxıram, çünki bunlarda bilirik ki, sürfə mərhələsi olur. Birdə deyir ki, sidik axarları kloakaya açılır və sidik kisəsi vardır. Baxıram variantlara. Sidik kisəsi vardır və sidik axarları kloaka açılır. Onda bu D olar. 1 D olar. Sonra ikinciyə baxıram. İkincidə sidik kisəsi var, ürəyi 4 kameralıdır, inkişafı da düzünədir. Onda bu heparda olarmı? C variantı, sidik kisəsi var deyir çünki. İnkişafları düzünədir, sidik axarları kloaka açılır, ürəyi 4 kameralıdır. Bu da olar zağca ilə tetra, quşlar. B, E variantı olar. Sonra növbəti suala baxaq. İnsanın ürəyinin quruluşu və ona birləşmiş qan damarları təsvir olunmuşdur. Burada rəqəmlərlə qan damarları, kiçik hərflərlə ürəyin kameraları, böyük hərflərlə isə qapaqlar işarə olunmuşdur. Bizə nə deyir indi burada? Deyir, birinci orqandan çıxan eritrositin ikinci orqana gedib çatması üçün ürəyin kameralarından hansı ardıcıllıqla keçməsi müvafiq hərflərin ardıcıllığı şəklində yazın keçməsini. İndi baxaq. Burada bilirik ki, bu qaraciyərdən qan gələndə gələcək hara töküləcək? Sağ qulaqçığa töküləcək, yəni A-ya töküləcək. Sonra sağ mədəciyə töküləcək. Ondan sonra ağciyərə gedib təmizlənəndən sonra gələcək böyük qan dövranı C və D-yə gələcək ki, böyük qan dövranı başlasın ki, o da böyrəyə getsin. Düzdürmü? Ona görə ardıcıllıq burada necə olar? A, B, C, D kimi olar elə. A, B, C, D kimi olar. Sonra 29-da deyir ki, cədvəli tamamlayın. Kiçik qan dövranına aid olan damarları bizə deyir ki, nömrəsini göstər. Kiçik qan dövranına aid damarlar burada 1, 7-dir ağciyər kötüyü. 3-dür ağciyər venaları. Bir də 6-dır. Bunu bir dənə belə silsəm, buradan belə yazsam, deməli, nə oldu? 3-lər oldu. 3, 6, bir də 3, 6, bir də nə dedik? 3, 6, bir də 7-ni dedik, düzdürmü? 7. Sonra, baxaq indi buradan bizdən nə istəyir, görək. Burada 8-dən nə göstərilib? 8 hansı tərəfə gedir, görsənmir burada şəkildə. Ağciyər kötüyünü göstəririk də biz nə deyik? Kiçik qan dövranına aid olan damarların nömrəsi. Deməli, nömrəsi olacaq 7 ağciyər kötüyü. Sonra 3 ağciyər venası. Vena. 6 da ağciyər venasıdır. 7 isə ağciyər kötüyüdür. Ağciyər kötüyüdür. Bizə nə deyir burada? Bizə deyir ki, nəyi işarələ? Adı və axan qan növünü. Ağciyər kötüyündə bilirik ki, biz venoz qan axır. Venalarda isə hər ikisində arterial qan axır. Burada sadəcə mənə 8 qaranlıq qaldı. Bu 8 ilə nə işarə olunubdur? 8 ilə işarə olunub yəqin ki, ağciyər arteriyası. Ağciyər arteriyası da, baxın bir dəqiqə.
Ağciyər arteriyası da bir dəqiqə. İndi 30-a baxaq. 30-da deyir ki, cədvəli tamamlayın. Cədvəli tamamlayaq. Ürəyin fəaliyyəti zamanı açıq və ya qapalı olması. Açıq və ya qapalı olması. Baxaq. Açıq və ya qapalı nədir burada? Damarları, daha doğrusu qapaqları bizə göstərib. M-lə olan bilirik ki, taylı qapaqlardır. Birinci fazada taylı qapaqlar və burada nə göstərilibdir bir dəqiqə? Bax, bu N-lə olan da aypara qapaqlardır. Düzdürmü? N-lə olan. Aha, aypara qapaqlardır. M taylı oldu. Birinci fazada bilirik ki, taylı qapaqlar açıq olur. İkinci fazada taylı qapaqlar qapalı olur. Sonra N-lə aypara qapaqlar göstərilib. Birinci fazada qapalı. İkinci fazada isə mədəciklərin yığılması zamanı açıq olur. Sonra burada mənə bir dənə 8 qaranlıq qaldı. 8-ci damarı da burada yazaqmı? 8-ci damarı da yazaq. Yazaq 8-ci damarı. Burada 8-ci damarda ağciyər venasıdır. Ağciyər vena neydi? Arteriyası. Arteriyası. Ağciyər arteriyasında da bilirik ki, venöz qan axır. Belə, mənim deyəcəklərim bu qədər. Görək indi düzgün cavablar necə veriləcək, hansı tipdə veriləcək. İndi şablon cavablar çıxsın, artıq oradan lap düzgün cavablara baxarıq. Çox sağ olun. Sualınız olsa şərh bölməsində buyurub yaza bilərsiniz.